Salam, gəlin etiraf edək. Səyahət etməyi hamımız sevirik, elə deyil? Yeni yerlər görmək, fərqli mədəniyyətlərlə tanış olmaq, bu möhtəşəm bir hissdir. Yaxşı, bəs düşündünüzmü ki, bu səyahət həvəsimizi planetimiz üçün də faydalı bir şey çevirə bilərik? Gəlin birlikdə baxaq. Görək təbiətə zərər vurmadan səyahət etmək əslində nə deməkdir? Növbəti tətiliniz planetə necə kömək edə bilər? Bu sual biraz qəribə səslənə bilər. Tətil axı istirahət üçündür, düzdür? Amma əslində verdiyimiz kiçik qərarlarla hər bir səfərimizi həm də planetimiz üçün bir yaxşılığa çevirə bilərik. Elə isə gəlin başlayaq görək bu necə mümkündür. Bilirsiniz, son vaxtlar getdikcə daha çox insan səyahət edərkən ətraf mühiti də düşünür. Və bu sadəcə müvəqqəti bir trend deyil, əslində planetimizin gələcəyi üçün çox vacib bir məsələdir. Bax, bu yeni yanaşmanın da bir adı var, davamlı turizm. Yaxşı, bəs bu davamlı turizm nədir axı? Bu təkcə zibili yerə atma demək deyil, qat-qat daha dərin bir mənası var. Əslində, söhbət getdiyimiz yerin təbiətinə, mədəniyyətinə, oradakı insanlara, hər şeyə hörmətlə yanaşmaqdan gedir. Və bütün bu yanaşma əsasən 3 təməl prinsip, yəni 3 sütun üzərində qurulub. Baxın, bu 3 sütun əslində hər şeyi çox aydın izah edir. Birincisi, təbii ehtiyatları qorumaq. Yəni, sadəcə getdiyimiz yerdə suya, enerjiyə qənaət etmək, təbiəti necə görmüşüksə elə də saxlamaq. İkincisi, yerli iqtisadiyyatı dəstəkləmək. Bu o deməkdir ki, pulumuzu böyük otel şəbəkələrinə yox, məsələn, kiçik bir ailə biznesinə, yerli sənətkara, küncdəki o balaca restorana xərcləyirik. Üçüncüsü də mədəni irsi qorumaq. Yəni, təkcə qaydalara riayət etmək yox, həm də həmin mədəniyyəti anlamağa, ona hörmət etməyə çalışmaqdır. Deməli, məsuliyyətli səyahətə hardan başlamaq lazımdır? Ən birinci, hələ çamadanları belə yığmamışdan əvvəl düzgün yeri seçməklə. Bəli, hara gedəcəyimizə verdiyimiz bu ilk qərar bütün səyahətimizin təbiətə təsirini müəyyən edə bilər. Yaxşı, bəs ekoloji cəhətdən doğru yeri necə seçək? Əslində, planlaşdıranda özümüzə bir neçə sadə sual versək kifayətdir. Məsələn, getmək istədiyim yerdə təbiəti qorumaq üçün hansısa proqramlar var? Turizmdən qazanılan pul birbaşa yerli cəmaata gedib çatır yoxsa yox? Və ən əsası, oranın təbiətinə, canlı aləminə münasibət necədir? Bax, bu sualların cavabları artıq bizə doğru yolu göstərəcək. Konkret bir nümunə deyim. Məsələn, milli parklar və ya təbiət qoruqları kimi yerləri seçmək əla fikirdir. Niyə? Çünki siz oraya getməklə, ödədiyiniz o giriş haqqı ilə birbaşa həmin ərazinin qorunmasına, oradakı heyvanların qayğısına qalınmasına kömək etmiş olursunuz. Yəni, sizin səfəriniz təbiət üçün birbaşa investisiyaya çevrilir. Yaxşı, tutaq ki, super bir ekoloji məkan seçdik. İndi ikinci vacib sual. Ora necə gedib çatacağı? Çünki inanın, hara getdiyimiz qədər, ora nə ilə getdiyimiz də vacibdir. Seçdiyimiz nəqliyyat vasitəsi karbon izimizə, yəni təbiətə vurduğumuz zərərə birbaşa təsir edir. Gəlin baxaq, bu izi necə azaltmaq olar? Bax, bu müqayisə əslində hər şeyi deyir. Bir tərəfdə daha az təsirli variantlar var, qatar, avtobus kimi. Digər tərəfdə isə təəssüf ki, təbiətə daha çox zərər vuranlar, şəxsi avtomobil və xüsusilə də təyyarə. Təsəvvür edin ki, qısa məsafəli bir təyyarə uçuşu eyni yolu qatarla getməkdən dəfələrlə çox havanı çirkləndirir. Buna görə də, əgər imkan varsa, qatar və ya avtobus seçimi karbon izinizi ciddi şəkildə azaldır. Artıq mənzil başına çatdıq, bəs burada necə hərəkət edək? Seçimlərimiz daha da çoxdur. Qısa məsafələr üçün təbii ki, ən yaxşısı piyada gəzmək və ya velosiped icarəyə götürməkdir. Bu təkcə ekoloji deyil, həm də şəhərin, ərazinin ruhunu hiss etmək üçün ən gözəl yoldur. Həm də yerli ictimai nəqliyyatdan istifadə etmək, o da sizi birbaşa yerli həyatın içinə atır, əsl təcrübə yaşadır. Okey, planlaşdırma mərhələsi bitdi. Artıq səyahətin özündəyik. Bax, əsl məsələ indi başlayır. Çünki nə yediyimiz, nə aldığımız, özümüzü necə apardığımız, bu kiçik görünən gündəlik seçimlərin hər biri əslində böyük bir fərq yaradır. Təsirimiz məhz bu anlarda formalaşır. Bu siyahı əslində bir növ bələdçi kimidir. Baxın, suveniri böyük bir mağazadan yox, yerli bir sənətkardan almaq, bu birbaşa həmin insanın cibinə gedən dəstəkdir. Ya da hər dəfə plastik su qabı almaqdansa özümüzlə təkrar istifadə olunan bir qab daşımaq çox sadə bir hərəkətdir. Amma təsəvvür edin, milyonlarla turist bunu etsə, nə qədər tullantının qarşısı alınır. Hər şey bu cür kiçik addımlardan başlayır. Amma məsələ təkcə alış-verişlə, istehlakla bitmir əlbəttə. Ən əsas məsələ bizim getdiyimiz yerə olan münasibətimizdir, davranışımızdır. Unutmayaq ki, bir yeri ziyarət etmək bizim üçün bir imtiyazdır və bu imtiyaza layiq olmaq üçün ona dərin bir hörmətlə yanaşmalıyıq.
Bu hörmət qaydaları əslində çox bəsitdir, sağlam məntiqə əsaslanır. Getməzdən əvvəl yerli adətlər haqqında biraz oxumaq sizi çox böyük pərtliklərdən qoruya bilər. Təbiətdə gəzərkən isə qızıl qayda var. Heç bir iz buraxma. Yəni, bütün zibilini özünlə geri aparırsan. Bu sadəcə bizdən sonra gələnlərə də o gözəlliyi görmək şansı verməkdir. Qoruqlardakı qaydalara əməl etmək isə müzakirə mövzusu belə olmamalıdır. Bax, bu cümlə bir yeri tapdığından daha yaxşı vəziyyətdə tərk et. Məncə, hər şeyin özəti budur. Məqsəd təkcə zərər verməmək deyil, bəlkə də daha iləri gedib, kiçik də olsa, müsbət bir iz buraxmaqdır. Məsuliyyətli səyyah olmağın əsl fəlsəfəsi məhz budur. Beləliklə, gəlin yavaş-yavaş yekunlaşdıraq. Bütün bu danışdıqlarımızdan belə bir nəticə çıxır ki, məsuliyyətli səyyah olmaq sadəcə bir tətil trendi deyil. Bu əslində bizim özümüzdən sonra qoyduğumuz mirasla bağlı bir şeydir. Həm getdiyimiz yerlər üçün, həm də gələcək nəsillər üçün. Və ən vacib şeyi deyim sizə, heç kimdən mükəmməl olmağı gözləyən yoxdur. Əsas məsələ şuurlu olmaq, yəni qərarlarımızın fərqində olmaqdır. O təkrar istifadə olunan su qabı, yerli bazardan alınan meyvə, qatar bileti. Bax, bu kiçik, amma şuurlu seçimlərin hər biri üst-üstə yığılanda, inanın, həqiqətən də çox böyük bir müsbət dəyişiklik yaradır. Odur ki, növbəti səfərinizi planlaşdıranda bu söhbətimizi də bir xatırlayın və özünüzdən soruşun. Mənim ilk davamlı səyahətim məni haraya apara bilər? Bəlkə də elə indi bu barədə düşünməyə və ilk addımı atmağa dəyər. Hər birinizə təbiətlə harmoniya içində unudulmaz səyahətlər arzulayıram.